Salam əziz vətəndaşlar. Bugün biz Qusar rayonu şəhidlər xeybanına gəlmişik. Şəhidlərimizi ziyarət etmək üçün. Allah cənnətli şəhidlərə rəhmət eləsin. Bizim bura gəlməyimizin məqsədi budur ki, rayon icra hakimiyyətində məsul işçilərlə görüş keçirmək və şəhidlər haqqında qələmləri hazırlatmaq, İstiqlal Muzeyinə təhvil verməkdir. Mən xahiş edirəm ki, Qusar rayonu iş adamlarına, icra başçısına, bu işte bize dəstəklərini əsirgəməsinlər. O dediyim qələmlər sadəcə qələmlər deyil, o qələmlər nədən ibarətdir? Mən onu sizə təfsilatını söyleyeyim. Deməli, o qələmin içində şəhidlə bağlı informasiyalar var. Orada şəhidin adı, familiyası, şəkili və onun haqqında bilgilər var. Şəhid hardan anadan olub, harda döyüşüb, hansı məktəbdə oxuyub və harda qətil olub. Bu qələmin demək olar ki, çox uzun ömürlüdür həmin bu qələmlər. Yəni 300 il, 400 il o qələmin ömrü var. Biz onu gələcək nəsillərə ötürmək üçün İstiqlal Muzeyində yerləşdiririk ki, gələcəkdə hansısa bir araşdırmacıya, tarixçiyə, şəhidlər barəsində hansı məlumatlar varsa, həmən qələmlərdən istifadə edə bilərlər. Yəni bizim əsas məramımız budur ki, Azərbaycanın bütün bölgələrini gəzmək, bütün rayonlarında olmaq, şəhidlər barəsində öz fikrimizi söyləmək. Yəni biz 2024-cü ilin oktyabr ayından bütün rayonların icra hakimiyyətlərinə, onların şöbələrinə, şəhidlər və qazilər şöbəsinə məktublar ünvanlamışıq elektron variantda ki, bu işdə bizə dəstək olsunlar. Bu məsuliyyətli işi təkcə icra hakimiyyətinin üzərinə qoymaq olmaz. Bununla bağlı hər rayonun öz iş adamları var. Onlar da dəstək olsalar çox gözəl olardı. Çünki bizim bugün firavan yaşamağımızın səbəbkarları bax bizim bu şəhidlərdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ümidvaram ki, yaxın zamanlarda iş adamları da, icra başçısı da bu işdə bizə dəstək olar. Bizim o muzeyimizin yaranmağında. Muzeyimizdə biz belə fikirləşmişik ki, hər rayonun öz stendi olmalıdır. Orada şəhidə aid qələmlər, qələmqabılar və bayraqlar şəhidin şəklindən. Hər rayonunki ayrı-ayrı. Bizim əsas məramımız bundan ibarətdir. Bununla da bağlı mən icra hakimiyyətinin səlahiyyəti nümayəndəsindən görüş keçirmişəm. Onlar da söz verdilər ki, çalışarlar, əllərindən gələnləri eləyirlər. Mən özümü tuturam bütün Azərbaycan vətəndaşlarına. İstər Azərbaycanda yaşayan, istər Azərbaycanın hüdudlarından kənarda yaşayan insanlara üzümüz deyirəm ki, bu şəhidlər bizim hamımızın şəhidimizdir. Biz gərək əlimizdən gələn köməkliləri eləyək ki, bu şəhidin adları əbədi yaşar olsun. Gələcək nəsillərimiz də onlara baxıb, onlardan ibrət dərsi götürsünlər. Bu özü bir maarifləndirici bir işdir. Yəni, mən inanıram ki, hər bir məktəbdə oxuyan şagird deyək, Allah belə ağlı kəsən körpə uşaqlarımız da o muzeyə girəndə, o şəhidləri orada görəndə onlar da çalışacaqlar, onlar kimi fədakar olsunlar, qəhrəman olsunlar. Yəni bizim işimizin məğzi bundan ibarətdir. Bizə hər iki işdə burada kimlər dəstək olur, Allah onların canını sağ eləsin. Hal-hazırda çəkilişə aparan Quba rayonu sakinidir, Sultanovanın razımı olur. Sağ olsun ki, o da bizim təşəbbüs qrupumuza belə bir canla başla köməklik edir. Bütün rayonları bizdən bir yerdə gəzir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Xahiş edərdim ki, təşəbbüs qrupunun adından əlinizdən gələn köməkliyi əsirgəməyin. Bugün biz imkan olsun ki, biz o muzeyi yarada bilək. Çox sağ olun.